elektrolitik dissosiasiya, hidroliz, elektroliz hədəfin testinin izahını verirəm. Birinci sualda belədir. Katyona görə hidroliz edən duzu göstərin. Birinci sualda A variantına baxıram. Natrium güclüdür, güclü qələblərə aiddir. Katyon hissəsi əgər biz xatırladaq ki, litium, natrium, kalium, rubidium, sezium, ikinci qrupdan da kalsium, stronsium, barium bunlar çox aktivdir və onların suda məhlulları qüvvətli qələblərdir. Əgər duzun əsas hissəsi, yəni katyon hissəsi bu qüvvətli metallardan təşkil olunubsa, onda mühit onun mühitini verəcək. Əgər anion hissəsi zəifdirsə, aniona görə hidroliz gedəcək və əgər anionun valenti birdən çoxdursa, onda məhlulda əsasi duz əmələ gələcək. Burada, daha doğrusu turş duz əmələ gələcək. Burada məsələn natrium karbonatın hidrolizinə baxırıq. Natrium da qüvvətlidir, mühit olacaq. Əsasi mühit karbonat hissəyə baxıram, bu hissəyə baxıram. CO3 zəif turşuya aid olan aniondur və valenti 2-yə bərabərdir. Hardan verdik valentini? Çünki karbonat turşusunun əsaslığı H2 karbonu üçün əsaslığı 2-yə bərabərdir və neçə əsaslıq göstərən hidrogen varsa valenti də ona bərabərdir. 2 əsaslı turşuya aid olduğuna görə valenti 2-dir. Ona görə də həm aniona görə hidroliz gedəcək. Burada əsas hissəsi, belə deyək, katyon hissəsi qüvvətli olduğuna görə, anion hissəsi zəif olduğuna görə aniona görə hidroliz gedəcək və eyni zamanda nə deyə bilərik? Valenti birdən çox olduğuna görə məhlulda turş duz əmələ gələcək. Amma bizə katyona görə hidroliz deməli edən duzu göstərin deyir. Katyon hissəsi zəif olmalıdır, anion hissəsi qüvvətli olmalıdır. Baxacağım B variantına. Sink orada qələbə torpaq metallara aid deyil. Deməli katyonumuz zəifdir, amma NaOH qüvvətli turşunun anionu olduğuna görə anion hissəsi güclüdür. Mühit turş mühit verəcək və katyonun valenti birdən çox olduğuna görə mühitdə əsasi duz yaranacaq. Deməli, mühit, turş mühit verəndə əsasi duz yaranır. Əsasi mühit verəndə turş duz yaranır bir şərtdən ki, hansına görə hidroliz gedirsə, onun valenti birdən çox olsun. Burada da cavab B variantına uyğun gələcək. Hansı duzun hidrolizin birinci mərhələsində əsas duz verir? Biz burada baxmalıyıq. Elə bir duz axtarmalıyıq ki, orada əsasi hissəsi bunun deməli zəif olsun ki, turş hissəsi qüvvətli olsun ki, ona görə də hidroliz getsin. A-ya baxıram, əsasım qüvvətlidir. B-yə baxıram, əsas hissəsi qüvvətlidir, yəni katyon hissədə, belə deyək, qələvi duz, qüvvətli qələvi və zəif turşdan əmələ gəlib, katyon hissəsi qüvvətlidir. Deməli, burada mühit əsasi mühit olacaq. Mühit qələvi mühit olacaq, duz yox. Amma C-yə baxıram, alüminium zəif metaldır və o zəif əsasdan əmələ gəlmişdir. Alüminium hidroksidə məxsusdur. Xlor isə qüvvətli turşunun anionudur. Ona görə əsasi duz və mühit də turş mühit olacaq. C variantı uyğun gəlir. Üçüncüyə baxıram. Duzun həll edilən miqdarı AB, dissosiasiya dərəcəsi 60 və alınan iyonların mol sayı istənilir. Deməli, birinci duzun 60% dissosiasiya edib, ferium SO4-ün 60% dissosiasiya edib və bu zaman baxıram A-nın 60% eləyir 0,6 A. Sonra B-nin də 80%, yəni bu da eləyir 0,8 A. Bu zaman əmələ gələn iyonların sayları deyir eynidir. Görürük ki, N işarə olunubdur. Bunların sayları eynidir. Ona uyğun da biz deməli əməliyyatlarımızı edirik. Deməli, birindən ferium SO4-ün iyonlara parçalanmasını yazsaq, dəmir 3 sulfatın ferium 2, SO4-dən də 3. Burada görürük ki, 1 mol dissosiasiya eləyəndə 5 iyon verəcək, 2 mol dəmir, 3 mol sulfat iyonu. Sink NO3-dən 2 dəfə. Bu da dissosiasiya eləyəndə 3 mol iyon verir. İndi bizdə deyir, iyonların sayını bərabərləşdirin. İndi nə edirik? Baxırıq ki, 1 moldan, 1 mol dəmir, 3 sulfatdan 5 mol iyon əmələ gəlir, düzdürmü? Amma deyir ki, alınan iyonların deməli
Alınan iyonların mol sayı. 1-dən 5 mol iyon əmələ gəlir. Bizdə deyir n mol iyon əmələ gəlsin də. N mol iyon əmələ gələn zamanda nə qədər duz dissosiasiya edir? 0,6 A duz dissosiasiya edir. Burada n'ləri hər birini tapıb bərabərləşdirəcəyik. Buradan tapacağım ki, n bərabərdir. 5-i 0,6 aya vuranda edir 3A. Sonra o birində gəlirəm yenə də. Birində əmələ gələn iyonların mol sayı birində eləyəcək deməli 3 mol iyon verirsə, burada n molunda da eləyəcək 0,8 B. Buradan da n bərabərdir 3'ü 0,8'e vururam, 2,4 B alınacaq. Sonra burada n'ləri bərabərləşdirsəm hər birində 3A bərabərdir 2,4 B. Buradan da hər tərəfi 3 ixtisar eləsək, A bərabərdir 2,4'ü 3'ə bölsəm 0,8 B istəyir. Bizdən nə istəyir? A-nın B-yə nisbəti A bölək B. Bu yuxarıdan yazım. A bölək B bərabərdir. A-nın B-yə nisbəti, A-nın yerinə aparıb 0,8 B qoysam, ixtisar gedəcək, elə burada 0,8 qalacaq. Bizdən də cavab B variantı 0,8 uyğun gəlir. Növbəti suala baxaq. Yəni, burada da deməli 3-cüyə B variantı uyğun gəlir. Növbəti suala 4-cüyə keçirik. Deməli, 4-də hansı dozlar yalnız bir mərhələdə dissosiasiya edir? Normal dozlar bir mərhələdə dissosiasiya edir, digər dozlar isə fərqli mərhələdə edə bilər. Baxıram, hansı dozlar yalnız bir mərhələdə dissosiasiya edir? Burada birinci duz normal duzdur, ikinci duz da normal duzdur. Deyə bilərsiniz, ay mənim bunun tərkibində H2 var, olsun da H2. Bu H3PO2 bir əsaslı hipofosfit, bir əsaslı turşudur. Yəni onun bir hidrogeni əsaslıq göstərir. Yəni bir hidrogeni metaldan əvəz oluna bilər. Burada da metaldan əvəz olunub normal duz əmələ gəlib. Yəni birinci, ikinci duz normal duz hesab olunur. Onların da dissosiasiyası bir mərhələdə gedir. Cavab C variantı olacaq. Bunun formunu biz yazmışdıq. Lazımsa yenə də yazım. 3 dənə hidrogen qoyuram. Onun ancaq biri mərkəzi atoma oksigen vasitəsilə birləşib, digərləri birbaşa birləşib deyə hansı oksigen vasitəsilə birləşir, o əsaslıq göstərir, digəri yox. İndi 5-ciyə baxırıq. 5-cidə hansı duzun məhlulda lakmusu göyərdir? Baxıram, birincidə A variantında natrium brom. Natrium qüvvətli qələvi, brom qüvvətli turşu. Bunların təsirindən mühit, neytral mühit olacaq. Deməli, lakmusa təsir etmir. B variantına baxıram, mühit burada qələvi olacaq. Çünki kalium qüvvətlidir, SO3 zəif turşunun anionudur. Ona görə də lakmus göyərəcək. Elə cavab da B variantı olacaq. 6-cı suala baxıram. 6-da suda məhlulda mühitin rəngini istəyir. Birincidə neytral mühit olacaq. Burada neytral mühit olan ancaq A-da, Y-də uyğun gəlir. Çünki B-də natrium qüvvətlidir, karbonat zəif, əsasi mühit olur. Amma mənə lazımdır ki, X neytral mühit versin. Ya A-dır, ya B-dir cavab. Ondan sonra ikinciyə baxıram, qələm mühit verməlidir. İkincidə qələm mühit verməlidir. Amma Y-də ikincidə görürəm ki, xlor güclüdür, sink zəifdir. Yəni, kation hissəm zəif olduğuna görə, anion hissəm qüvvətli olduğuna görə turş mühit verəcək. Amma mənə də əsas mühit lazım olduğuna görə elə cavab Y variantı olacaq. Sonra 7-ciyə baxıram. Reaksiyanın qısa iyon təmini istəyir. Burada reaksiyanın qısa iyon təminində ya çöküntü, ya qaz, ya da su, yəni az dissosiasiya edən maddə götürülür. Burada da çöküntü olmadığına görə, qaz olmadığına görə ancaq qısa iyon təminində su qalacaq. Burada suyun iyonlara əvvəldə iyonlar, sonda su alınır. Qısa iyon təminində birbaşa suyu götürürük. Ya bir yazıb ixtisarlarınızı da apara bilərsiniz. Onsuz da ixtisar olanda gedəcək, ancaq OH-dan hidrogen qalacaq. Ya da mən sizə demişəm, əsas çöküntüdə və tək halda su görürsünüzsə, tək halda qaz, belə deyək, qazdan suyun qarşılığını görəcəksə karbonat deyək. Reaksiyanın əvvəldə də o iyonlardan mütənasib bir cavab götürə bilərsiniz. Burada da su olduğuna görə elə H müsbətdən OH-ı götürürük, vəssalam. 8-ciyə baxıram. Deməli, aşağıdakı duzlardan hansı mərhələli dissosiasiya edir? Turş duzlar, əsaslı duzlar mərhələli dissosiasiya edir. Amma normalda 2 qatlı qarışıqdır. Bunlar elə bir mərhələdə. Burada da turş duz B variantındadır. Cavab da B variantı olacaq. Hansı sırada iyonların oksidləşdirici qabiliyyəti artır?
Deməli, biz ionların sırasını yazmışdıq. Metalların aktivlik sırasını yazandan sonra onun üzərinə yükləri qoyub ionların sırasını yazmışdıq. Kitabda da var, dərslikdə də var. İonların deməli sırasında soldan sağa getdikcə oksidləşdiricilik artmağa başlayır. Yəni metal olaraq daha aktiv olan metal yox, metal olaraq, yəni metalların aktivlik sırasında metal nə qədər qeyri-aktivdirsə, anionu onun güclü oksidləşdirici olacaq. Yəni burada oksidləşdiricilik soldan sağa artacaq. Həmin sıraya uyğun olaraq variant C-ni götürəcəyik. Burada variant C uyğun gəlir. Növbəti 10-cu suala baxırıq. 10-cu sualda nə olacaq? Natrium xlorid məhluluna müəyyən miqdarda gümüş bir nitrat məhlulu əlavə olunmuşdur. Hansı ifadələr doğru deyil? Deməli, burada natrium ionlarının sayı hansı ifadələr doğru deyil? Hansı ifadə, deməli, natrium ionlarının sayı. Baxaq görək, natrium, burada hansı reaksiya gedir? Natrium xlorda üzərinə gəlirəm. Gümüş bir nitrat və bu zaman alınacaq argentin xlor və natrium nitrat. Natrium NO3. Aha, nə istəyir bizdən? Hansı ifadələr doğru deyil? Natrium ionlarının sayı azalır. Xeyr, natrium əvvəldə necədir, sonda da elə gedir. Heç bir dəyişiklik yoxdur. Xlor ionlarının sayı azalır. Bəli, çünki çöküntüdür, gedir. Xlor ionlarının sayı dəyişmir, səhvdir. Çünki çöküntüdür, çöküntünün içərisində xlor azalır. Əvvəldə var idi, sonda azaldı. Amma natrium dəyişmədi. Bizdə doğru deyil deyir. 1-i 3-ü götürəcəyik. Natrium ionlarının sayı azalır, səhvdir. Bir də xlor ionlarının sayı dəyişmir. O ifadə səhvdir. B variantı 1-3 uyğun gəlir. Sonra miski nitrat məhlulu üçün hansı ifadələr doğrudur? Deməli, kationun miqdarı aniondan çoxdur. Xeyr, anion miqdarı çoxdur. 1 mol kation var. 1 mol mis, 2 mol NO3 var. Elektrod zamanı katoddan mis ayrılır. Doğrudur. Qeyri-aktiv metallarda hidrogenden sonra yerləşən metallarda elektrod prosesində metalın özü gedir. Katoda doğru. Burada 2 olacaq. Sonra lakmusu deməli qızardır. Doğrudur. Çünki mühit, turş mühit verir. Bu da doğrudur. Elektrod zamanı anodda su oksidləşir. Bəli, oksigenli turşuların anionlarında anodda su oksidləşir. Elektrik cərəyanı keçirmir, səhvdir. Suda yaxşı həll olunur. Elektrik cərəyanı keçirir. Burada cavab 2, 3, 4 olacaq. Sonra 12-yə baxıram. Miski nitrat məhlulunun elektrozundan alınan məhsulların mol sayının zamanla asılı qrafiki verilmişdir. Uyğun olaraq müəyyən edin. Və bu zaman biz miski nitrat məhlulunun elektrozunu aparıq. Ondan sonra da uyğun olaraq mol miqdarını seçmək lazımdır. Miski nitrat bu cür formada yazılır. Üzərinə HOH gəlirəm. Buradan alacaq mis, üstə gələ O2, üstə gələ məhlulda da qalır HNO3. Və elektroz prosesində işimizi asanlaşdırmaq üçün həmişə gətirin suyun qabağına 2 qoyun. Burada olacaq 2 də suyun içərisində də 2 də burada 4 mol hidrogen gətirib 4 nitratın qabağına qoyuruq. 4 nitratı bərabər eləmək üçün 2 də miski nitratın qabağına qoyacağım. 2 də misin qabağına. Birbaşa hamısı bərabərləşdirir. Məhsullara baxırıq çünki bu sıfırdan artan qrafik məhsullara aiddir. Məhsullar əvvəl yox idi, sonra əmələ gəldi. Sonra bunların mol miqdarını müqayisə eləyəndə X aiddir nitrat turşusu, yəni 1-ə A uyğun gələcək, 1-ə A. Sonra ondan mol miqdarı az misdir. Deməli 2-yə də D uyğun gələcək, 3-ə də Y uyğun gələcək, çünki az miqdar ona aiddir. Sonra növbəti müəllim şagirdlərə elektroz mövzusunu izah edərkən şəkildəki kimi U şəkilli boruya natrium nitrat məhlulu əlavə etdi və cihazı sabit cəryan mənbəyinə birləşdirdi. Və hansı məhlul? Deməli, natrium nitrat məhlulu. Y elektrodunda alınan maddənin kimyəvi formulunu deməli müəyyənləşdirin. Y deməli mənfi yüklü elektroddur. Mənfi yüklü elektrod katoddur. Katoda gedən isə kation hesab olunur. Kation natrium qüvvətli olduğuna görə dedim ki, sırada manqana qədər olan elementlər sırasında katoda doğru gedən elementlər yox, onların əvəzinə elektrod potensialı qüvvətindən asılı olaraq dəyişir. Yəni burada elektrod potensialı əmsalı var. Ona uyğun olaraq hidrogen özünü fəda eləyir. Hidrogen gedir
və hidrogen H müsbət iyonu şəklində gedir. Orada elektron alaraq özünü neytrallaşdırır. H2 şəklində ayrılır. Burada da mənfi yüklü gördüksə bu olacaq deməli katod, katod. Müsbət yük gördümsə bu özü anoddur. Ona görə də mənfi yüklə gedir. Mənfi yükę doğru istiqamətlənən müsbət yüklü katyondur. Müsbət yükę doğru istiqamətlənən mənfi yüklü anion olacaq. İndi bizdən nə istəyir? Deməli, Y elektrodunda alınan maddənin kimya formunu istəyir. Bu hidrogendir. Ora gedək H müsbətdir. Oradan da hidrogen ayrılır. X elektrodunda baş verən hadisəni istəyir. X elektronunda mənfi yüklü NO3'dür. NO3 oksigenli, deməli, daha doğrusu oksigenli turşunun anionu olduğuna görə onun yerinə OH gedir. Elektrodda hansı proses gedəcək? OH-dan oksigen ayrılır. Yəni bu da özünə ayrılmır da. Oksigen ayrılır və çünki hidrogen olduğuna görə bir dənə də su yazırsınız. Sonra sağdan solu bərabərləşdirməlisiniz. Bura gətirib 2 qoyacağım. 2, 2, 4 mol hidrogen. Burada da 4 mol hidrogen. Oksigen də bərabərləşdi. OH da mənfi yüklüdür. Yəni proses bu şəkildə gedir. OH özündən mənfi yükü görürsünüz. Buradakı mənfi yük qalmadı. Sonda neytrallaşdı. OH gedir. Anodaxı müsbət yüklüdür. 4 dənə elektronunu ora verir. Oxun üzərində 4 mənfi yazacaqsınız. 4 elektronunu ona verir. O2 üstə gələ 2H2O yaranacaq. Sonra sonuncu məsələnin həllinə baxaq uşaqlar. Sonuncu məsələnin həllində orada yeri boşaldım ki, sonuncu məsələni biz həll edə bilək. Deməli, sonuncu məsələnin həllində necə edirik? Veribdir ki, 290 qram 10% natrium nitrat məhlulunun elektroz zamanı 290-ın 10%-ni tapırıq. 290 vuraq 10 bölək 100, bu eləyir 29 qram. Natrium nitrat məhlulunun elektroz zamanı anodda 56 litr qaz ayrılarsa, məhlulda natrium nitratın kütlə payını tapın. Deməli, bizdə duzun kütləsi dəyişməyəcək. Çünki duz elektroza uğramır. Natrium nitrat məhlulunun elektroz zamanı duz necə var, elə də qalır. Onun yeni su elektroza vurur. Ondan da H2O2 ayrılır. Suyun qabağına 2, H2-in qabağına 2 qoyuruq. Deyir 56 litr qaz ayrılarsa, anodda 56 litr. Yəni anodda oksigendə, oksigen üzərinə 56 litr qoyacağım. Bu zaman nə qədər hidrogen görək, daha doğrusu su burada parçalanır. 22,4 litr oksigen ayrılan zaman bu zaman 36 qram su parçalanır uşaqlar. 36 qram su parçalanır. Bəs 56 litrə nə qədər? X. Buradan tapırıq ki, 36 vuraq 56 bölək 22,4. Buradan da eləyir X bərabərdir 90 qram. Yəni 90 qram su parçalanır. Reaksiyanın əvvəlində indi bizdən nə istəyir? Natrium nitratın kütlə payı. Yəni 290 qram məhlulun 90 qramı suya aiddir. 200 qram, yəni bu elektroz uğrayan suya aiddir. 290-dan 90'ı çıxırıq. Çünki onun 90 qramı elektroza uğradı. Bu 56 qram oksigen çıxması üçün 90 qram su elektroza uğradı. Çünki bizə veribdir ki, 56 qram oksigen ayrılıb. Yəni ki, anodda qaz ayrılıb. 22,4 litr oksigen ayrılanda 36 qram su elektroza uğrayır. 56 qram oksigen ayrılanda bəs nə qədər su elektroza uğrayır? O 90 qram su çıxdı. 290 qram məhlulun 90 qram suyu elektroza uğradı. Məhlul qaldı 200 qram. Reaksiyanın əvvəlində də biz hesabladıq ki, 29 qram mənim duzum var. 290'ın 10%. 29'u da böləcəm 200'ə. Vururam 100'ə. 29 bölək 200 vuraq 100. O da eləyir, deməli, 14,5. Deməli, axırıncı sualda da cavab eləyir 14,5. Ümid edirəm ki, hər şey aydındır. Kimin nə sualı varsa yenidən mənə şəxsi yazıb soruşa bilər.